Salam dostlar, hər vaxtınız xeyir. Deməli, Konstitusiyada bəzi maddələr var ki, bu maddələri tələbələr qarışdırır və biz də bu gün həmin maddələrdən bir neçəsinə baxacağıq. Deməli, ilk olaraq baxırıq. Maddə 17 ailə, uşaqlar və dövlət. Digər maddədə maddə 34 nicah hüququ maddəsidir. Deməli, bu iki maddədə bir dənə cümlə var ki, bu cümləni sarı rəngdən işarələmişəm burada. Yəni bu maddələr fərqli maddələr olsa da, cümlələr çox oxşardır. Demək olar ki, eynidir. Ancaq bilmək lazımdır ki, bu cümlələrdən hansı nicah hüququ maddəsinə aiddir, hansı ailə, uşaqlar və dövlət maddəsinə aiddir. Deməli, baxırıq. Ailə, uşaqlar və dövlət maddəsində deyir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Nicah hüququ maddəsində isə deyir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Deməli, biz baxırıq ki, burada əgər hüquq sözü varsa, hüquq sözü, onda deməli bu cümlə nicah hüququ maddəsinə aiddir. Baxın, hər hissəndə hüquq sözü var. Hüquq, hüquq. Yox, əgər deyirsə ki, valideynlərin borcudur, yəni hüquq sözü yoxdursa, yalnız borcudur deyirsə, o zaman bu cümlə ailə, uşaqlar və dövlət maddəsinə aid olmuş olur. Bu qədər. Deməli, keçirik daha bir çaşqınlıq yaradan maddəyə, cümləyə. Deməli, maddə 18 din və dövlət, maddə 42 təhsil hüququ. Konstitusiyada belə bir cümlə var ki, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır, deyir. Və burada qarışdırılan məsələ nədir? Deməli, tələbələrdən soruşduqda ki, bu cümlə hansı maddəyə aiddir? Tələbə deyir ki, təhsil hüququ maddəsinə aiddir. Niyə? Çünki söhbət təhsil sistemindən gedir. Ona görə düşünür ki, yəqin ki, təhsil hüququ olur. Ancaq bu cümlə din və dövlət maddəsinə aiddir. Onu da hardan bilə bilərik? Yəni burada söhbət dünyəvi xarakter daşımasından gedir. Yəni dini deyil, təhsil sistemi dünyəvidir. Yəni oradan yadınızda saxlayın ki, bu cümlə, yəni dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır cümləsi təhsil hüququ maddəsinə yox, din və dövlət maddəsinə aiddir. Belə.